işlənir. Ancaq nanaylar işlənsə də, orada bəzən məsələ ümumi türkü adında verilir. Məsələ, tutaq ki, Ərzurum türküsü. Ərzurum türküsü əslində xanım əylən, canım əylən nanayının bir variantıdır. Orada o türkü kimi verilsə də oxumadan da bəllidir. Bəzilərində hətta bunu görmək olur. Halayları, yəni yallıları burada göstərilməsə də amma nanaydır. Yəni o nanayın da ancaq dediyim kimi motivin adını verəndə o olur, məsələn, musiqi nömrəsinin adı. Beləsə Ərzurum nanaylarından dinləyək və sonra sizinlə söhbətimizə davam edək. Yaşlar